Herkese selamünaleyküm dostlar. Miçi TV kanalına hoş geldiniz. Bugün sizinle bir yerde öz Instagram hesabımızda çəkdiyimiz meme videolara baxacağıq. Bəli. Daha doğrusu mən yoxam orada, Onur var. Amma bəzi videolarda özüm varam. Sənin bunu sizdən paylaşaq. Instagram hesabımızda aşağı tapa bilərsiniz. Yəni ekranda da çıxa bilər, hər şey ola bilər. Bəli. Çox keçirməyən keçək videoya. Belə videoların davamı üçün videonu bəyənib kanala abunə olmağı unutmayın. Və bildirimləri də açmağı unutmayın. Bəli, əsas bildirimləri açın ki, sizə bizi videodan da bildiriş gəlsin. İlk videomuza başlayaq. İlk videomuzda biraz bizim mikrofonumuz yoxdur, naşnikimiz var. Ona görə naşnikimizi yanımıza qoyaq. Səsi belə eşidə bilərik. Biraz tam Keçək birinci videomuza. Nəysə, hadi. Spa deyilir, deyəm ona. Sən Mbappe'yə nə istəyirsən? Bir vaxtlar ona spa deyir. Mən demək istəyirəm ki, köhnəki Mbappe daha yaxşıdır. Videodan əvvəl. Hə, bizim videodan alınan görüntüdür. Onu Instagram hesabımızda paylaşmışıq. 8 bəyəni gəlir və ilk videomuzdur. Görsən orada da yazılıb 19:00 yeni video. Xoşuma gəlir bu video. Bu xoşuma gəlir deyəndə beləsi. Yəni axırda da videoların içində ən xoşuna gələni deyəcəksən. Yaxşı, bir dənə fikirləşim. Sonra da gələ bilər. 10 üzərindən neçə verərsən? 10 üzərindən bax, o puanlama olaraq deyərəm. 10 üzərindən biraz gülməlidir həqiqətən də. 6 verərəm də yəni. 10 üzərindən 6. Mən 10 üzərindən 6 verərəm. Sən? Sənə də bəyəsən. 10 üzərindən 5. Sən də Ortalama yəni ilk video necə olmalıdır? İlk video. Keçək ikinci videomuza. Nəysə. Axırda gülməyinə bax. Bu videonu mən düzəldəndə Onurun özü görüb də, yəni düzəldirə gülürdüm. Düzəldəndən sonra, paylaşandan sonra baxa-baxara gülürdüm. Bəlkə 2 gün bu videoya gülmüşəm mən. Həqiqətən də bir dəfəsində məsəl üçün kamerada çəkir məni elə bax bu epizodda. Bu epizodda bir görmüşəm və üzünə baxıram. Özü beləsi yəni yox olur da gülməkdən beləsi. Axırda özü də başlayıb gülməyə, ona da gülməyim. Elə ona görə gülməyim gəldi də ona. Mən bu videoya həqiqətən hal-hazırda mən 19 ən çox xoşuma gələn videolardan biridir. Mən də onda 9 deyəcəm həqiqətən. Sən də onda 9. Çünki mən də gülməyim gəlir indi belə. Keçək 3-cü videomuzda. Hə, 3-cü videomuzda. Bence 1 2 3 4 yapmıştır bu gerizekalı canavar. 1 2 3 4. Enter. Vay sandığımdan zeki çıktı ha. 4 3 2 1. Beni şaşırtmaya devam ediyor. Sefer 1 2 3. Bence 1 2 Burada bəzi axırında da bilirsiniz də söyüş var əslində biz onu bəzi kəsdik. Biz mədəni insanlarıq, ona görə söyüşləri kəsirik. Bu video məncə 10-da 5, 10-da 6 çünki ağız ritmlərini tuzdura bilmirik. Həm də kameramız biraz yaxşı deyil ona görə. Həm kamera yaxşı deyil, həm də deyim nədir? Burada da baxın onsuz da görürsüz də yəni. Çünki tonlamanın fərqi məsəl üçün 1 2 3 yazmanı bəzi gecikdirir. Bir amma ağız Tonu biraz danışığı o deyil də. Sonra videonun görüntüsü. Ona görə yəni məncə mən də buna bəsən mən onda 3 deyəcəm. Məncə bizim videolarımızın tutmamaq səbəbi çox vaxtda odur yəni. Kamera məsələsidir. Özümüz öz videomuzu bəyənir ya, görürsüz orada. Elə hansısa görürük yəni. Onda mən onda 3 deyirəm. Keçək digər videomuza. Həqiqətən o qədər burada şəkli düzəltmişik. Yuxarı balondor yazmışıq. Yəni Lamine Yamal, Dembele, amma əslində olan Onur. Bu şəkil amma qəşəngdir. Bir dənə burada balon dor yazıb ora. Dor yazılmayıb. Bir dənə oraya ilişmişəm mən. Başqa yəni balon dorun görürsüz yansımasının arxadakı kameralar zətlər hər şey səviyyədir. Burada qəşəngdir məsələn. Burada digər problem dediyim nədir? Mənim buradakı bəzi pirişik yaralarım var deyə bəzi 100% ona görə. O da ortaya çıxır. Çillərin zadında var da. Məndə də uşaq vaxtı var idi. Bu videoya mən 10-da 7 vermək istəyirəm. Mən bunu çox ortalama vermək istəyirəm. Yəni 10-da 5.5. Bu video deyəsə şəkildir, prosta yəni. Yəni şəkil olmasına baxmayın. Mən ona görə məncə xoşuma gəlir. Çünki tam kopyadır biraz sadəcə. Eyni kimidir. 10-da 5.5 deyərəm. Keçək digər videomuza. Okay. Məsələn üçün sən denən. Bu videonun yəni tutma olasılığı mən çox fikirləşirdim. Yəni tutacaq deyə.
Amma yenə tutmadı. Instagramda belə videolar tutur, amma bizdə tutmadı. Bilməm niyə. Çünki indi bəs sosial mediada səhv başa düşməsinlər hər kəs bəzi xarici ölkələrdə deyək ki, hər hansı bir yəni mənasız gülməli, yəni mənası olmayan bir şey bəzi ən az 1K-dan yuxarı gəlir. Bu mənalı olduğu yerdə bəzi Bəlkə də biz Azərbaycan dilində yazmışıq, ona görə ola bilər. Çünki biz Azərbaycan təmsil edirik də. lap bəzi yaxşı. Türk dilinə yazsam, misal üçün, hə, nəsə ola bilər. Türklərdən misal üçün bəyanı az gəlsə belə baxış çox gəlir. Çünki onların əhalisi çoxdur, onların keşfetinə düşəndə avtomatik. Yəni bizdə misal üçün 100 nəfər baxırsa, orada orayla, yəni onun keşfetinə düşəndə 1000 nəfər zad baxar. Yəni ona görə Belə uyumlu olar. belə də indi. Hə. Nəysə mən bu 4 takımız Reels olanda hiss etdiyimiz 3 öz səhvimiz. buna görə yəni Biri bəziləri mən, biri o biri qardaşım, bir də Onur. Üçümüz, bir nəfər də başqa da. İndi artıq takipçimiz qalxıb. İndi takipçimiz 8 olub. 8 oldu Bəli, Instagramda. 8 olub. Heç ona qədər sata bilməmişik. Bu videoya neçə verirsən? Mən bu videoya mən indi belə yapay olaraq baxsaq, Yapay zəkadır, amma kalitədir. Kalitə Məncə var ya, onda- mən tutmağına çox inanırdım. mən də 10-da 6 deyəcəm. Mən onda 8 deyəcəm. Çünki bunun tutma ehtimalını, yəni bunun tutmağına çox inanırdım. Nəsə də eybi yox. Keçək digər videomuza. Bu videomuz YouTube-da var, girib baxa bilərsiniz. Kartları bir yerə qoyacağam. Şey mi bu? Zerrin ablaların yanı mı yoksa? Orada bir tane çocuk vardı. Ahıra ayağında zincirle bağlı olan. Onun annesi mi? He onun dayısı mısın? Burada- Yok o aileyle alakan yok mu? O zaman niye anlattın lan aileyi bana? He tamam çık tamam. Burada yəni bilməyən nömrədən zəng gəlir. 1 saat 45 dəqiqədə onu başa salmağa çalışırsan. Hə, Bunu bəyənməmişəm, qoy bəyənin. bu arada həqiqətən də bir dəfəsində yaşamışdım da. Oturduğum yerdə bəzi zəng gəldi telefonuma, dedim görəsən kimdir? Açmışam belki. Çabandar sizsiz. Çamandar usta. Dedim ki, yox qardaş, mənim Bu videoda da misal üçün baxın, yəni görüntü olaraq o deyil, hərəkətlər olaraq görürsüz. Yəni çox keyfiyyətsiz görsənir də. Ona görə adam əsəbləşir. həqiqətən məsəl üçün indi məsəl üçün bu videoda qarşı-qarşıya çəkdiyimiz kamera belə normalda bax Yenə də Yaxşıdır. pisdir. Yenə də pisdir. yəni, Yəni biraz işıq-mışıq, yəni İşıq-mışıq düzəltmişik, ona göstərir, görə amma- biraz səliqəli görsəm, amma bu sanki deyən də tam 2022 YT Shorts'un beləsi. video kalitəmiz 0. 0. Mən buna onda 6 verirəm. Mən də yəni buna 10-da 5 verəcəm. Sən nəsə düşük puanlar verirsən, keçək digər birdən. Onur tort getdi Onur. O qədər bəzi gözlədim. Özdə ən sevdiyim idi çiyələkli tort. Tort əldən getdi. Ona görə yəni məncə bu yaxşıdır. Məncə də bu yaxşı 10 videodur, amma 10-da 7 verəcəm. yenə 10-da deyirəm. 7.5. Mən də onda 7 deyirəm, çünki yenə deyirəm video kalitəsi Düşük səviyyədir. düşük səviyyədir, həm də Və həqiqi deyirəm, kamera o deyil də. Yəni millət bəzi gedir indi bəzi spoy reklam deyil ha bu arada. iPhone 17 Pro bizə Max-la bəzi çəkir. milyon adamlar baxır, ona görə biz reklam edirik. iPhone 17 Pro Max-la çəkir bəzi millət. Hətta yanına ikinci telefon da alır ki, bəzi. Şəxsən deyir nədir? Düz bu iPhone-dur. Şəxsən biz bununla da çəkirik bəzi. Redmi, Infinix, nə bilim, giz telefonlarla. Redmi Note 12. Reklam deyil. Əsəsəridən. Keçək digər videomuza. Reklam deyil. Davay, başlayaq. İşte geldim. Hani özledim demiştin ya. Dayanamadım geldim. Dayanamadım, gəldim. Bu nədir ha? Bunu kim düzəldib? Onu kim düzəldib? Şəxsən yanımızdakı bir şəxs var. Bax bu yanımdakı şəxs. Kör. Bu arada Bunun adı nə? Çərkə, nə boyda deyil çərkə. çəkirgə. Bunda nə qədər video baxmışam, hamısınınki tutub, hamı da tutub. Qardaş, Gəl bizdəki tutub. çünki demədi. Baxsana yazılış cürünə bir dənə bax. Onsuz da lap yazılış cürünə fikir Necə yazmışam? Pencərəni Ə yazın. ə hərfi ilə də yaz. İngilis əlifbasında ə yoxdur da. Qardaş sən onda ingilis dili Ə hərfinə orada fiqur versən, o ə hərfi belə qalacaqdır. Ona görə məcbur elə yazmalıyam. Nəysə, bu arada sən obrisi puanı vermədik biz obrisinə. O birisinə verdik də. Mən neçə verdim ki, mən unutdum. Nəysə. Sən onda 7 dedim, onda 6 verdim. Buna da Məncə, bəzi bu Reels'a bu da beş. puanı. Həqiqətən bu da bəzi hər beş. adamın eləyə biləcəyi onda 5. Şəkildir bu, video deyil. Əzə çəkməmiş. Bu ışıq niyə vacibsiz yerə yandır ha? Ömer oldum lan ben. Ömer oldum lan.
Yəni şəxsən mən buna bəzi tam da yəni bütün bəzi oğlanlarda var da məsələn ki, risk bir an durduq yerə deyək ki, işə boş yerə yanır. Bu real videodur. Bu real videodur. Barcelona deyil, realdır. Yəni həqiqətən ciddi bir yanda zarafatı bir kənara bırak. Bu həqiqətən bütün Bu dünya olacaq bir şeydir olacaq bir yəni. şeydir. Bu Yəni. video yaxşı videodur, amma yəni videonun görüntüsü heç o deyil, görürsüz. Ay, ay. Işıq, çox pis gündə. Dəhşət pis gündə. Sanki elə bir bəzi baxanda yuxarı elə bir Kamera alana kimi hələlik baxanda məcbur. elə bir bəzi cin baxırmış kimi baxıram bəzi. Məcbur eləyəcək ki, tamam, yürü. Bu videoya Bu videoya bəzi mən onda 9 verirəm bu videoya. Çünki bu videonun tutmağına da çox inanırdım, amma 1 puan da nə qıram kalitəyə görə. onda 8. Sən onda 8 verirsən, tamam. Kalite və reaksiya. Xalqın uşağı. Xalqın uşağı deyil də bəsən üçün onlarda desəydim biraz da tutma ehtimalı var idi. Hansı da bana kasıbçılıq deyilən şeydir. Mən bunu eləmək üçün çox çalışırdım. Əslində böyük qəpik axtarırdıq, 50 qəpik. 50 qəpiyimiz də yox idi. O qədər kasıbıq. Laf deyən nədir? Kasıbıq deyən məsələn üçün bunu mən ən az vəzir Ağlama, yaxşı, ağlama. 2 dəfə elədim də. Balışın altından çıxartmaram pulları, ağlama. Bu videoda əslində yaxşıdır, prosto. Nəmə tutmur da. Bunu da bəyənməmiş, qoydu like edin. Bəzi videolarını çox bəyənmir. Nəysə. Yadımdan çıxır ona görə. Mən bu Reels'a puanım onda yəni normaldır deyərəm. Bunu hamı da edir. Sadəcə mən Hamı eləyir, amma Azərbaycanda bunu heç kim eləmir. Azərbaycanda eləyəndən kimi görmüsən? Biz misal üçün xaricilər takib edirik. Xoşumuz gələn videolar götürüb çəkirik. Mən buna görə bəzi onda 8. Bizdən başqa heç kim çəkmir bunu. Mən bunu Amma tutmaq, Qardaş, Instagram onda belə 8. çətindir. Biz TikTok əslində paylaşırdıq. O orada prosta oyun videolar zadı paylaşmışdım deyə punklarla zadından belə videolar tutmurdu. Onca TikTokda videolar bağladım. Silə bilmirdi. Ancaq Instagram və YouTube Shortsda görə bilərsiniz bizim videoları. Bu arada yanlışlıqla bir kəlmə işlətdimsə bunu bəzi dəyişdirək. Mən İstifadə edən. Nəysə, hadi. mənim futbolçum bu. Mənim futbolçum bu. Sənin futbolçun aktiv olaraq futbol oynayır. Bəli. Bu videonu da YouTube-a qoyacaq. Bu videonu da YouTube-dan baxa bilərsiniz. Shortsdan. Bəli, Shorts video. Çünki biraz yerləşdirə bilmədim, ona görə düzəldim orasını. Nəysə də bəlkə Instagramdan istəsəz baxa bilərsiniz. Bu video yayınlandığında çox güman ki, YouTube-da da olacaq. Videolarımız bu qədər. Instagram hesabımızı takib etməyi yaddan çıxartmayın. Belə videoların davamı üçün videonu bəyənib kanala abunə olmağı və bildirimləri açmağı unutmayın. Öpürəm, sağ olun, salamat qalın.